İmişlidə 9 may tədbirləri zamanı SSR bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Salih Məmmədovla bağlı bir sıra faktlar üzə çıxıb. Unikalın əldə etdiyi məlumata görə Salih Səmədovun İmişlidə Kral Sarayı adlı şadlıq sarayı, Kral Çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt şirə zavodu, hipermarketi, kalbasa sexi, malqara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilixanası var. Əvvəllər 90 AA 679 nömrəli Rolls-Royce ilə hərəkət edən iş adamının paytaxtda da çox saylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir. Araşdırmamız zamanı məlum olub ki, Sarıxanlı kəndində 9 may qələbə günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSR bayrağından orada çox sayda olub. Bayraqlar isə Salih Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə birbaşa onun göstərişi ilə tikilib. Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatında təsis edib. Salih Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, Sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. Atababa Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qəti imkan tədbiri seçilib. Salih Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılmışdı. Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, Salih Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozub. Buna görə İmişli rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədov vəzifəsindən azad edilib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.